Ağdam rayonunda 1995-ci il təvəllüdlü Seymur qohumu Məhərrəmə qarşı dələduzluq edib. Laçın rayon sakini Seymur 2023-cü ilin fevral ayında məlum olmayan gündə və vaxtda etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Məhərrəm ilə aralarında olan söhbət zamanı işlədiyi fermanın yaxınlığında yonca sahəsinin olduğunu, həmin yonca sahəsini bir illik icarəyə alıb qazanc əldə edəcəklərinə inandırıb. O, yalan vəd verməklə Məhərrəmə bu işlərin görülməsi üçün 13.000 manat məbləğində pul lazım olduğunu bildirib, 2023-cü ilin fevral ayında məlum olmayan gündə və vaxtda Məhərrəmə məxsus Ağdam rayonunun Çəmənli kəndində yerləşən fərdi yaşayış evində 13.000 manat nağd pulu tamah niyyəti ilə cinayətdən xəbərsiz arvadının yanında Məhərrəm ilə aralarında olan şifahi razılaşmaya əsasən sonuncunun arvadından alıb. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, 2023-cü ilin fevral ayında Məhərrəmdən 13.000 manat alaraq qaytarmayıb. Ağdam aldığım pulun üstündə Məhərrəmə əlavə olaraq 2000 manat qaytaracağım. Pulu Məhərrəmdən icarəyə torpaq sahəsi götürüb ot əkəcəyəm adı ilə almışam. Pulu mənə Məhərrəmin arvadı Sevinç sonuncunun yaşadığı evdə verib. Məhərrəmin evinə keçmiş arvadım ilə birlikdə getmişəm. Məhərrəm arvadımın dayısıdır. Tutduğum əməldən peşmançılıq hissi keçirmişəm deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Bu cinayət işinə Ağdam rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Seymur 3 il müddətinə azadlıqdan məhrum edilib. Zərər çəkmiş Məhərrəmin mülki iddiası təmin edilib, təqsirləndirilən şəxsdən 13.000 manat alınaraq zərər çəkmişə verilməsi qərara alınıb. Bundan başqa Bakının Suraxanı rayonunda ata-oğlunun arasında baş verən mübahisə cinayətlə nəticələnib. Hadisə 11 fevral 2024-cü ildə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Yeni Günəşli yaylasında evlərdən birində baş verib. Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Amin həmin gün saat 19:00-da yaşadığı evdə atası Əvəzlə aralarında ali məişət zəminində yaranmış mübahisə zamanı sağ əli ilə sol qulaq nahiyəsinə qəsdən vurub ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Aminin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İş üzrə zərər çəkmiş qismində ifadə verən Əvəzin sözlərinə görə 11 iyul 2024-cü ildə saat 19:00-da yaşadığı evdə olduğu zaman oğlu Amin ona evdə yeməyə ərzaq olmadığını bildirərək ondan pul tələb edir. Mən isə Aminin 33 yaşı olduğunu, özünün işləyib ailəni dolandırmalı olduğunu bildirdim. Anidən Amin mənim sol qulaq nahiyəmdən bir dəfə şillə vurdu. Mənim əlimdə olan Samsung markalı mobil telefonu yerə vuraraq sındırdı. Aramızda baş verən mübahisə təxminən 10-15 dəqiqə davam etdi. Bu cinayət işinə Suraxanı rayon məhkəməsində baxılıb, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Aminin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.